Salam, biz Ada Universitetindən gəlmişdik və Ada Universiteti haqqında biraz məlumat vermək istəyirəm. Adanın 5 filialı var. Gəncə, Şəki, Qazax mərkəzi və əməkdaşlıq edirlər. İtaliya Azərbaycan Universiteti və Ada Vaşinqton mərkəzidir. Ada haqqında faktlar da ki, burada 4340 tələbə oxuyur, 34 ixtisas var. Faizlərə görə bilərsiniz, məşğulluq dərəcəsi və tərəfdaş olan 165 universitet var. 2024-cü ildə də rekord sayıda qəbullar olmuşdu və 980 tələbə qəbul olmuşdu. Birincilər, yəni birinci, ikinci, üçüncü qruplar üzrə birincilər də Ada Universitetində müraciət edilmişdilər. Buradan da Respublika birinciləri göndərsiniz. Zərbi İlyasovlar, Şəbnəm Namazovlar və İlahın Hərəmzadə. Və indi algoritm haqqında danışmaq istəyirdik. Algoritm deyildi, Nizat sizə başı saldı. Uşaqlar, bu əslində çox asandır. Hər irəli get qoyanda, bu icraya basandan sonra irəli gedir 2 dəfə. 2 dəfə qoyduğumuza görə 2 dəfə gedir. İkinci levela keçək. Burada da 3 dəfə gördüyünüz kimi keçməyə lazımdır. 3 dəfə onsuz da artıq qoyulub. İcraata basırıq. 3 dəfə gedir, keçir. Sən bunları edib tutarıbsan, və ondan sonra burada irəli get, sola dön və 2 dəfə irəli get edirik. Və icraata basanda keçir. Burada da gördüyünüz kimi biraz daha qəliz versiyasıdır. İrəli get, sağa dön, irəli get, sola dön və irəli get. Bu da digəri, bu da asan versiyasıdır. Burada rül çətinləşməyə başlayır. Burada sola dön, irəli get, buradan sağa dön, təkrar et, istifadə eləyib, buradan qısalda bilərik. 3 dənə yerinə 2 dənə olur və rəqəmi də seçməyə lazımdır. Gördüyünüz kimi keçdikcə daha qəliz çətinləşir. Burada da, bu da çox çətin versiyasıdır. İrəli get, sağa dön, irəli get, sola dön, irəli get və sağa dönüb 3 dəfə ardıcıllıqla irəli gedib, təkrar sağa dönüb irəli gedir. Bu bəyəkçilərdən daha asan olmasına baxmayaq, yenə təkrarətdən istifadə edirik. İrəli get, sağa dön, 4 dəfə istifadə olunur və sağa dön, irəli get. Burada da 2 yol var əslində. Biri buradan uzun yol getmək və yaxud da ki, buradan fırlanıb belə getmək. Və fırlanıb getmək gördüyünüz kimi daha qısa gəlir deyə bir də ki, buradan sual verilir. Hansınla gedir, nə olacaq? İngiliscədir, buradan soruşur ki, bu hara nə olacaq və seçilib ki, bombaya deyəcək. Çünki bu düz deyil. Niyə Azərbaycan belə keçmir?
Bu da qəliz versiyasıdır. Buradan gəlib belə getmək mümkün deyil çünki TNT var. Ona görə sağa dön, irəli get, sola dön. 5 dəfə təkrarla, sağa dön, irəli get və sola dön, irəli get. Və bu qədər. İkinci